Bugün Ağdam şehrinin dağılmış vəziyyətdə görmək çox ağrılıdır. Amma mən bir neçə il bundan əvvəl bu bölgədə olarkən, bizim səngərlərdə olarkən, bax, o binanı binokulda görmüşəm. Və bu hissləri sözlə ifadə etmək çətindir, mümkün deyil. Binokulda, öz torpağında, öz şəhərimizi uzaqdan görmək, daha o binanı və bura gələ bilməmək nə qədər ağırlıdır. Və dəfələrlə namaz xəttində olarkən, səngərlərdə olarkən dəfələrlə fikirləşirdim ki, gün gələcək və biz qayıdacağıq, biz öz ərazi bütünlüyümüzü bərpa edəcəyik. Biz qələbəmizi dəmir yumruq hesabına qazandık. Düşməni qova qova və indi durmuşuq öz torpağımızda. Eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycan əskərinə, Azərbaycan zabitinə. Ağdam bizimdir, Qarabağ Azərbaycandır.